ilə həm söhbət idi. Yaxın Şərqdəki vəziyyəti bir qədər müzakirə etdi. Emmanuel Macrondan bir təklif gəlmişdi. Məhz Fələstinlə bir komitə yaradacaqlar. Konstitusiyanın formalaşması da bu komitə əsasında olacaq deyə. Və burada təbii ki, digər istiqamətlər də müəyyənləşəcək. Dəstək gələcəkmi İsraillə bağlı məqamlarda? Nəzərə alsaq ki, İsrailin çox ölkə ilə münasibətləri heç də yaxşı deyil. Belə olan məqamda Donald Trumpdan da bir növ həmin ölkələrlə münasibəti yumşaltması üçün bəzi ölkələrdə İbrahim sazişinə qoşulması üçün təkliflər də göndərir. Müəyyən qədər İsraillə münasibəti səmimiləşdirmək ya da yaxşılaşdırmaq adına, ancaq bu da vəziyyəti dəyişəcəkmi? Bu da bir qədər sualdır. Keçək başqa bir istiqamətə. Təbii ki, Rusiya-Ukrayna cəbhəsi də diqqət mərkəzimizdədir. Deyilənə görə Rusiyanın neft gəlirləri də azalır. Çünki Rusiya iqtisadiyyatı artıq uzun illərdir ki, neft və qaz gəlirlərinə əsaslanır deyə bilərik. Ancaq Qərbin təzyiqləri, həm də tətbiq olunan yeni sanksiyalar, həmçinin enerji bazarındakı dəyişiklik də mövcud prosesi dəyişib deyilir və gəlirlərin azalması, həmçinin ixrac bazarlarının daralması və qiymət məhdudiyyətləri də sözü gedən vəziyyəti daha da pisləşdirib. Bəs bu halda Rusiyanın iqtisadi çöküşü qaçınılmazdır deyə bilərikmi? İzləyək. Rusiyanın enerji gəlirləri artıq risk mərhələsindədir. Analitiklər xəbərdarlıq edir ki, gələn ildən başlayaraq Rusiya büdcəsini formalaşdıran əsas mənbələrdən biri olan neft ixracı daha da azalacaq. Səbəb isə təkcə qiymət deyil. 2026-cı ildə Avropa İttifaqının Rusiya neftindən istehsal olunan neft məhsullarının idxalına qoyduğu qadağanın qüvvəyə minməsi ilə bağlıdır. Bu, Kreml üçün gizli embargo deməkdir. Başqa sözlə desək, bazarda təklif artacaq, amma bu artımda Rusiya yoxdur. ABŞ, Braziliya, Kanada, Argentina hamı bazara daxil olur. Rusiya isə kənarda qalır. Ən diqqət çəkən fakt isə yalnız bir ayda Türkiyəyə enerji ixracının 27% azalmasıdır. Rusiya üçün bu sadəcə ticarət itkisi deyil, həm də ümumi büdcənin daralması deməkdir. Hər dəfə Vladimirlə danışıram. Söhbətlərimiz yaxşı keçir, amma nəticə yoxdur. Sadəcə hiss etdim ki, artıq vaxtıdır. Rusiyaya qarşı çox böyük sanksiyalar tətbiq elədik. Sanksiyalar iki böyük neft şirkətinə qarşıdır. Ümid edirik ki, bu sanksiyalar çox davam etməyəcək və müharibə həll olunacaq. Bu azalma təsadüfi deyil. Cəmi bir ay öncə ABŞ prezidenti Donald Trump, Rosneft və Lukoil kimi Rusiya nəhənglərinə qarşı sanksiyalar elan etdi. Bu qərar təkcə şirkətlərə qarşı deyil, həmçinin Kremlin enerji üzərindən qurduğu iqtisadi mexanizmə də zərbə idi. Ağ Ev sahibi isə açıq şəkildə fikrini belə izah edib. Bu, müharibə maşınının maliyyələşdirilməsini dayandırmaq üçündür. Bu, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri ABŞ-nin ilk birbaşa müdaxiləsi idi. Trumpın bu qərarına əsas səbəb Putinin müharibəni dayandırmaqdan imtina etməsi olub. Amma nəticə yalnız Moskvada hiss olunmadı. Qlobal neft qiymətləri bir anda 5%-ə qədər bahalaşdı. Dünya bazarı da göstərdi ki, Rusiya ilə iqtisadi müharibə əslində bütün dünyanı silkələyir. Rusiya bu ambargoyu belli ülkeler, belli yöntemlerle delmekte ve kendi alternatif pazarlar ürünlerine bularak ambargodan daha az etkilenmeye çalışmaktadır. Trump sürekli olarak yeni yaptırımlar uygulamaya devam etmekte ve devam da edecektir. Bəs indi Rusiya iqtisadiyyatı çökürmü, yoxsa yeni şəraitə uyğunlaşır? Ekspertlərin fikrincə, Moskva hələlik enerji satışlarını Asiyaya, xüsusilə Çinə və Hindistana yönəldərək özünə çıxış yolu yaradıb, amma bu da müvəqqətidir. Çünki Rusiya indi alıcı yox, satıcı kimi asılı vəziyyətdədir. İqtisadiyyat hələ sabit dayanır, amma onun təməli olan enerji üstünlüyü artıq sarsılmağa başlayıb. Sanksiyaların və bazar dəyişikliklərinin kəsişdiyi bu mərhələ Rusiyanı uzunmüddətli bir prosesin içinə salıb. Bu isə ani çöküş deyil, uzun amma